Salam əziz dostlar, hər birini salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün yeni bir dərslə qarşınızdayam. Bugün yeni sözlərimiz var, yeni cümlələrimiz var. Əlbəttə ki, ilk olaraq sözlərimizi oxuyub tərcümə edəcəyik, sonra isə cümlələrimizi oxuyacaq. Bizim bugünkü dərsimizin adı banki, yəni bankdır. Biz bugün bankda bizə istifadə olunan sözlər, cümlələr öyrənəcəyik. Bizə hansı sözlər, hansı cümlələr lazımdırsa, onları öyrənəcəyik. Və ilk olaraq başlayırıq sözlərimizlə. Hal-hazırda sizdə bugünkü dərsin sözlərini ekranda görürsünüz. Gəlin bu sözləri oxuyaq və tərcümə edək. İlk sözümüz tənəm şromeli. Tənəm şromeli, hansı ki işçi deməkdir, iş yoldaşı, işçi. İkinci, meneceri. Meneceri, menecer. Kliyenti, kliyenti, müştəri. Bankomati, bankomati, bankomat. Molare, molare, kassir. Molare operatori, molare operatori. Yəni bu kassir operator deməkdir. Bunlar dostlar, molare operatori, bunlar həmçinin meneceri, bunlar hər birisi bankis tanamşromlebi arayan, yəni bank işçiləridir. Sonra salaro, kasa deməkdir bu. Rigi, sıra. Mesela sırada dururam deyəndə necə deyirik? Rikşi vdqavar, sırada dururam. Angarişi, hesab. Angarişi, hesab. İradi angarişi, yəni şəxsi hesab. Momsaxureba. Momsaxureba xidmət deməkdir. Məsələn, dönüb deyir ki, am bankşi qargi momsaxureba akt. Yəni bu bankda yaxşı xidmət var. Barati. Bu kart deməkdir dostlar, barati. Kvitari ya da çeki, ikisi də çek deməkdir. Kvitari, çeki. Sonraki, krediti. Krediti, yəni kredit. Məsələn, biri dönüb deyəndə kredit götürmək istəyirəm. Kreditis ağebam surs. Kreditis ağebam surs. Sonra kredit opitseri. Kredit opitseri, yəni kredit mütəxəssisi. Qasaubreba. Qasaubreba, müsahibə. Mesela biri deyir ki, samsaxurs vecebdi, quşin damirəqəz, samsaxurs vecebdi, iş axtarırdım deməkdir. Quşin damirəqəz, dünən mənə zəng etdilər, dğəz, qasaubrəbazə, mivdi var, yəni bugün müsahibəyə gedirəm. Qanvadeba, qanvadeba taksit deməkdir. Mesela deyir ki, nağdi pulit verviqidi, yəni nağd pulla ala bilməyəcəm. Amitom qanvadebit mində şevicino. Buna görə də istəyirəm taksitlə alım. Qadaritsva. Qadaritsva, pul köçürtmək. Bir bankadan başqa bankaya, bir hesabdan bir hesaba, başqa hesaba və s. Qadaritsva, pul köçürtmək. Çaritsva, bu da yenə hesabın özünə pul köçürtmək deməkdir. Puli, pul, tanxa, bu da yenə pul deməkdir. Məsələn, dediyi belə bir cümlə quraq. Tanxa rodisunda şeyitano, yəni pulu nə vaxt ödəyəcəksən, o mənadadır bu. Ya da angarişsə tanxa rodisunda şeyitano, yəni hesaba pul nə vaxt qoyacaqsan, nə vaxt köçürəcəksən. Xelpasi, maaş, xelpasi. Magalitad, məsələn, am tveşi xelpasi aramiğiya. Bu ayda maaş götürməmişəm. Şöbuleba. Şöbuleba tətil deməkdir. İşdən tətil. Məsələn, წელიწადში ერთხელ მაქვს şöbuleba, ildə bir dəfə tətilim var. Orqviri, yəni şöbuleba maქვს, 2 həftəlik tətilim var. Mivlineba, bu isə iş səyahəti, iş səfəri deməkdir, iş üçün başqa bir yerə getmək. Mivlineba. Mogzauroba, bu səyahət. Mogzauroba. Konsultanti, məsləhətçi deməkdir. Bu da yenə bankis tanamşromelidir, yəni banka işçisidir.
piradobis motsmoba ya da piradoba kısaca bunların ikisi də şəxsiyyət vəsiqəsi deməkdir. Fizikuri. Baxın, iki cür hesab olur. Biz bu hesablarda sonra öyrəndiyimiz zaman orada istifadə edəcəyik bundan. Fizikuri və iuridiyuli olur. Fizikuri yəni fiziki deməkdir. Iuridiyuli biri, məsələ bu isə hüquqi şəxs deməkdir. Şemosavali gəlir deməkdir. Gəlir, yəni aylıq gəliri nə qədərdir bir insanın şemosavali. Daxloebit təxminən deməkdir. Təxminən daxloebit. Amjamad hal-hazırda. Ğonistsiyeba tədbir. Meçkareba tələsirəm. Xelis moțera imza atmaq, yəni qol çəkmək. İxtis, qadayixdis, qadayixada, ixtis ödəyir, qadayixdis ödəyəcək, qadayixada ödədi. İğeps, miğeps, miğo, İğeps alır, götürür. Miğeps alacaq, esmomavali drodu. Miğo aldı. Am tavreps bitirir. Dam tavreps bitirəcək. Dam tavra bitirdi. Elodeba gözləyir. Daelodeba gözləyəcək. Daeloda gözlədi deməkdir. Bax, bunlar dostlar bizim bugünkü dərsimizin sözləri idi. İndi isə biz nə edirik? Keçirik və bankda bizə lazım olan bir neçə cümlə öyrənirik. Məsələn, bankda öncə necə deyirik bunu? Bank işi. Bank işi, bankda. Birinci cümləmiz budur. Angarişis qaxsına minda. Angarişis qaxsına minda ya da msurs. Yəni hesab açmaq istəyirəm. Angarişis qaxsına hesab açmaq deməkdir. İkinci cümləmiz. Ayğet rigis nomeri. Yəni sıra nömrəsi götürün. Ayğet götürün deməkdir. Rigis nomeri. Rigis nomeri sıra nömrəsi. Üçüncü cümləmiz. Daelodet tkvens rigs. Yəni öz sıranızı gözləyin. Daelodet tkvens rigs. Tkven წინ მხოლოდ ორი ადამიანია. Tkven წინ მხოლოდ ორი ადამიანი, yəni sizdən öncə sadəcə 2 nəfər var. ნახევარ საათში დასრულდება ეს პროცედურა. ნახევარ საათში დასრულდება ეს პროცედურა, yəni yarım saata bitəcək bu prosedur. Tkven კარგი მომსახურება გაქვთ. Tkven კარგი მომსახურება გაქვთ. Sizin yaxşı xidmətiniz var. Yəni sizdə yaxşı xidmət var. Angarişis qaxsına minda, deməli hesab açmaq istəyirəm. Bunu dediyimiz zaman banka işçisi, yəni bank istanamış Romeli belə bir sual verir. Fizikuri tu iuridiyuli piristvis. Yəni fiziki şəxs üçün, yoxsa hüquqi şəxs üçün. Sonraki, tkveni pasporti an piradobis motsmoba. Yəni pasportunuzu ya da şəxsiyyət vəsiqənizi verin o mənada əlbəttə ki. Sonra tkveni angarişis nomeri, sizin hesab nömrəniz, angarişis nomeri hesab nömrəsi deməkdir. Tu შეიძლება აქ მოაწერეთ ხელი. Tu შეიძლება აქ მოაწერეთ ხელი. Əgər olarsa, buraya qol çəkin. Tkven გაქვთ angarişi larşi, dolarsa da evroşi. Yəni siz hesabınız var, sizin hesabınız var. Lari ilə, dollar ilə və evro